Diqqət! Bu verilişdə səsləndirilən fikirlər və tibbi məsləhətlər maarifləndirici xarakter daşıyır və ümumi yanaşmanı əks etdirir. Hər bir orqanizm fərdi olduğu üçün ən dəqiq diaqnoz və doğru müalicə yalnız əyani həkim müayinəsi və müvafiq laborator instrumental analizlərdən sonra təyin edilə bilər. Mən Emin Hacıyev, İnci Klinikasının rentgen üzrə mütəxəssisi, özüm radioloqam. Radioloji sahənin mövcud olduğu, işlədə bildiyi hər bir sahələrlə məşğul olan kompüter tomoqrafiya, maqnit rezonans tomoqrafiya və rentgen əlbəttə ki. Radioloq kimdir, doktor? Radioloq bir pasiyentlə bir müalicə həkimi, müalicə mütəxəssisi arasında pasiyentin problemini aşkarlayan, onun sonraki hallarda müalicə, müayinə və reabilitasiyasını daha da yaxşılaşdıran bir vasitədir. Çünki müalicə həkimi problemi görmədikcə kordur. O, hardan başladığını bilmir. Radioloq işi bacardığı qədər elmi ilə, araşdırmaları ilə o problemi görür və bunun harda, necə, hardan kökənləndiyi, nə üzrə getdiyi, nəyin nəticəsində əmələ gəldiyi, xoş xassə, bəd xassə olmaq haqqında bir məlumatları müalicə mütəxəssisinə verir. O da o əldə olunan məlumatlara əsasən xəstənin yolunu bəlirləyir. Taleyimiz sizdən asılıdır. İnşallah taleyimiz əmin əllərdədir. Düşünürəm ki, radiologiya bu dəqiqə Azərbaycanda doğrudan da özünün ən yaxşı dövrlərindən birini yaşayır. Klinikamızda rentgen aparatının imkan verdiyi bütün müayinələrimizi aparırıq. Ancaq ambulator şəraitində toxumaya müdaxilə, daxilə müdaxilə inkar olmaqla qalan bütün müayinələrimizi aparmaq şansımız klinikamızda vardır. Rentgen müayinələr üzrə baza müayinələrdən biri sayılır. Demək olar ki, bütün ilkin travmatoloji hallarda rentgen məsləhət görülür. Öskürək, qızdırma, ağciyər sindromları olanda təkrarən yenə ilkin olaraq məsləhət görülür rentgen müayinə. Müayinə olaraq biz məsələn yuxarıdan aşağı başlasaq, kəllə müayinələrində rentgen olaraq pasiyentlər əgər həkimləri yoxdursa, amma narahatdırlarsa, yaxınlaşa bilərlər ilkin yüngül travmatik hallarda. El arasında qaymarit kimi bilinən bir soyuqlama vardır. Bizdə burun ətrafı ciblərin rentgen müayinəsi edir. Bu da tək burun ətrafı ciblər deyil. Qulağında olan ağrılar, həm nəfəs alma ilə bağlı hər hansı bir problemlər varsa, burun sümüyündə hər hansı bir yüngül travmalar zamanı və yaxud da hər hansı bir yad cisim burun dəliklərinə qaçdığı zaman birinci gedə biləcəyimiz həkim mütləq və mütləq qulaq, burun, boğaz üzrə profil üzrə olan həkimlər olmalıdır. Rentgen normalda müayinə olaraq baza müayinəsi sayıldığına görə də rapor bu da çox qısa və lakanik olur. Deyəlim ki, Allah göstərməsin, yəni çiyniniz çıxıb. Siz gəlirsiniz rentgenə, biz onu həmən aşkarlayırıq. Zaten bu rentgende çox bariz görsənən bir görüntü olur və bizim işimiz sizi yönləndirərək hər hansı bir travmatoloq yanına gedin demək olur. Və eyni sözdə raporun sonunda yazılır ki, təyinatına uyğun həkim, travmatoloqun baxışı məsləhət görülür. Bəzən hər hansı bir doktorumuzun yanına gedəndə o bizi növbəti bir doktorun yanına yönləndirir. Əlaqəlidir də kompleks yanaşmaya görə. Amma biz dərhal fikirləşirik ki, doktorun orada bir maddi marağı var, ona görə öz bildiyi həkimə yönləndirir. Bu da bizim deyəsən doğru bildiyimiz yanlışlar sırasındadır. Pasiyent gəlir, biz onları müayinə edirik, hər hansı bir patologiyanı aşkara çıxardırıq. Pasiyent soruşur ki, mən indi nə edeyim? Yəni normalda məsələn mən öz fikrimi deyə bilərəm ki, məsələn mən deyirəm ki, sizə indən belə lazımdır bir terapevt və yaxud da bir travmatoloq və yaxud da bir nevroloq və yaxud da bir lor. Əgər pasiyent, yəni mənim sözümdən sonra təkrar qayıdıb mənə deyərsə ki, sizin məsləhət gördüyünüz birisi varmı? Onda belə, yəni mən öz şəxsim adıma danışıram. Onda belə mən bir 99% hallarda doğrudan da yenə də məsləhət görmürəm. Çünki bunun bizim pasiyentlər arasında biraz iki başlı qarşılanmaq ehtimalı çox olur, belə deyək də. Ona görə də məncə bütün hallarda pasiyentin öz inandığı həkimin yanına getmək məncə daha düzgün olacaqdır.
Doktor, hər kəs çox təəssüf ki, kitab oxumur. Hər kəsdə əlinin altında bir süni intellekti var, Google var və çox təəssüf ki, biz Google səviyyəsində sağlığımızı düşünə bilirik. Gənc nəsil üçün yaxşı bir şey deyil. Siz bir həkim olaraq nə tövsiyə edirsiniz ki, məsələn, necə bilgilənək, yanlışla doğrunu ayırd edək, xüsusilə də sizin sahənizlə bağlı? Tibbi kitablar onun yaddaşına oxutdurulub, yeridilib və o üzrə özünün bir analiz sistemi var, yəni belə deyək də, yəni analitik bir məntiqi var. 2-3 gün bundan qabaq mən bir məqalə oxudum ki, yəni süni intellektin verdiyi məsləhətlər tibb üzrə, yəni bir %50-nin üzərində səhv yönlü sayılır. Hər bir pasiyent individualdır və mən düşünürəm ki, bütün narahatçılıqlar olan halda və bu narahatçılıq 2-3 gündən çox davam elədiyi halda mütləq və mütləq ilk olaraq ASM-lər deyirlər, ailə sağlamlıq mərkəzləri indi adlandırılırlar. Öz ASM-inizdə sizin sahəyə baxan bir həkimlə mütləq və mütləq ailə həkimi ilə bir ünsiyyətdə olmaq lazımdır. Geri yönləndirmələri o 100% eləyəcək yəni ki. Kiçik travmalar zamanı bütün hallarda həkimə getmədən belə xəstə özü yaxınlaşa bilər rentgen müayinəsinə. Ondan sonra yüngül bir halsızlıq zamanı, deyəlim ki, yüngül bir soyuqlama mı olub, yüngül bir öskürək mi var, burundan hər hansı bir axıntılar zamanı, o bayaq ki, haymarit probleminə əsaslanaraq, öskürək qızdırmalar zamanı, bütün bu nüanslarda özləri yaxınlaşa bilərlər. Qalan bətindaxili ağrılar olur, bəzən qarın boşluğunda ağrılar. Amma bunlarla bağlı isə fərqi yoxdur, simple və yaxud da daha mürəkkəb, daha bariz ağrılar bütün hallarda təyinatına uyğun birinci həkimin yanına gedilməlidir. Çünki rentgen müayinə üsulu kimi yumşaq toxumaları göstərmir. Yəni onları kölgə kimi biz görürük də orqanların konturlarını. Amma orada hansı proseslərin baş verməyini, orada hansı hadisələrin baş verməyini bizim sizə demək ehtimalımız sıfırdır. Doktor, mən neçə gündür artıq bu məndə olur. Boynumda sanki fəqərənin içinə keçmiş kimi hiss edirəm və bu artıq mütəmadi hal alıbdır. Hər dəfə çimdikcə bu proses baş verir. Bunun üçün də rentgenə mütləq gəlməliyəm, yoxsa yenə bir terapevtə görsənib o yollamalıdır? Onun üçün baza müayinəsi kimi siz heç kimin yanına getmədən birinci rentgenə yaxınlaşa bilərsiniz. Zaten getdiyiniz mütəxəssis belə sizi birinci baza olaraq rentgenə yönləndirəcək. Rentgen olaraq biz orada nə görəcəyik? Biz insan olaraq hüceyrəyik. Biz doğuluruq, böyüyürük, qocalırıq və bu dünyadan ayrılırıq maalesef. Yəni hüceyrə yəni müəyyən bir dövr var ki, həmin dövrdən sonra hüceyrədə artıq yenidən qurma işləri getmir. Biraz belə bariz, kobud danırsaq belə deyə bilərik. Və biz başlayırıq qocalmağa. Bunlar da öz növbəsində fəqərə qığırdaq səthlər var, subxondral nahiyələr deyirlər. Orada sklerotik dəyişkənliklər gedir. Yəni bunu biraz doğru anlatsaq bərkimələr gedir, sərtləşmələr gedir. Bunlar öz növbəsində boynun bir əyrilik qövsü var. Buna boyun lordozu deyirlər. Boyun lordozunun olmağı beynin qanla təchizatı üçün qanın orada xüsusi bir təzyiqi var. Yəni axın sürəti var. O axın sürətini saxlamaq üçün çox vacibdir. Müəyyən bir yaşdan sonra, müəyyən bir problemlərdə, degenerativ xəstəliklərdə bu boyun lordozu məcbur düzləşə bilir. Bu da öz növbəsində sizin misalınızın üzərində xarakterik olaraq həmin adamlarda kürək arxası, boyun arxası, Allah göstərməsin, əgər fəqər arası disk hündürlüyü azalması və bunun fonunda kanal yönünə doğru yer dəyişmə, protruziya və yaxud da yırtıq kimi bir problemləri varsa, hətta artıq hər iki ətrafda və yaxud da sağı daha çox sıxırsa sağ ətrafda, solu daha çox sıxırsa sol ətrafda bir uyuşmalar olacaq, bir narahatçılıq olacaq. Bunda artıq rentgen baz olaraq bu problemləri görür. Rentgen bayaq dediyim protruziya və yırtıq halların qəti görmür. Onlara göstərici kiçik işarələr var. Onların hesabına düşünür ki, burada artıq belə bir problemlər ola bilər və onu təyinatına uyğun həkimə göndərir. Təyinatına uyğun da həkim, bayaq dediyimiz kimi, ya nevroloq, ya neyrocərrah ola bilər. Bunlar da öz növbəsində xəstəni müayinə ediləyəndən sonra, əgər orada
fəqərə arası kanal yoluna doğru yerin dəyişən disk yırtığından şübhələnirlərsə, həmin xəstəni maqnit rezonans tomoqrafiya deyilən bir müayinə üsulu var. O müayinə üsuluna göndərərək o problemi aşkarlayır. Hansı ki, bu müayinə üsulu da bütün onurğa problemlərində qızıl standart sayılır demək olar ki. Doktor, radioloqlar müalicə də yaza bilər? Tamam. Radioloji həkimlər qəti müalicə yazmırlar. Radioloqun yaza biləcəyi tək şey baxdığı görüntüyə görə oradan bir nəticəyə gəlməkdir. Radioloqun yazdığı kağızın altında diaqnoz 2 nöqtə bronxial dəyişiklik sözü yazıla bilməz. Yəni diaqnoz yazıla bilməz. Çünki diaqnoz yekun nəticədir və bu yekun nəticə də laborator analizlər, əgər kompüter tomoqrafiya varsa, kompüter tomoqrafiya, MRT varsa, MRT-nin nəticəsi, ultrason varsa, ultrason nəticəsi, rentgen varsa, rentgen nəticəsi əsasında yanına getdiyi mütəxəssis həkim qoyur. Doktor, real кейsləri götürsək əgər, bu illər ərzində həyatınızda qıl payı, həyatı anası namaz üstündə də deyilmiş insanlar var həyatda. Sizdə ən maraqlı keys olaraq kimi xatırlaya bilərsiniz? Ən maraqlı keys olaraq, belə deyək də, bir MRT müayinəsində denk gəlmişdik. Belə başa düşdük ki, xanım özünə qarşı çox da həssas deyildir, belə deyək də. Bunun bir davamlı ağrıları var, davamlı qarın ağrıyır, bel ağrıyır. Ağrılar bütün bu dairəvi qarın ətrafına vurur. Deyir, tam məsələn, evi təmizlərkən, evi yığışdırarkən, əyilmə hərəkətlərində belə bariz bir qarnında bir təzyiq var falan bəsməkan. Və buna baxmışdılar, bunu belə rutin olaraq bel MRT müayinəsinə göndərmişdilər. Və bu MRT müayinəsində qadının hardasa bir 3-4 aylıq hamilə olduğu ortaya çıxdı ki, qadın hamiləmiş. Yəni, qadının bətnində yeni bir uşaq dünyaya gəlirmiş və bütün maneçiliyin də, bütün hər şeylə səbəbkarı ilə bu hamiləlik imiş. Yəni ki, amma qadının bundan heç cür özünün xəbəri olmayıb. Bəzən olur ki, xəstə öz başına gəlir və deyir ki, mənim qarın boşluğumda bir ağrım var. Biz ona deyirik ki, bəs ay xanım, ay bəy, ay xala, ay dayı, bəs rentgen bu orqanları göstərməyəcək. Biz sizi boşuna həm şüalandırırıq, həm bir maddi bir çıxacağınız olur bu işdən və siz əlinizdə heç nə əldə eləmirsiniz. Və hətta siz buradan bu görüntü ilə, deyəlim ki, biz sizi elədik bu görüntünü, heç nə tapmadıq, yazdıq normal. Siz bu görüntü ilə ağrı keçmir. Sabah bir suyun başqa bir təyinatına uyğun həkim yanına gedəndən sonra həkim sizə deyəcək ki, bəs o rentgen həkim necə həkimdirsə, bəs bunu sizin üçün niyə eləyib? Sənin ağrın burada deyildi, normalda sənin, məsələn, döş fəqərən çəkilməli idi. Siz təkrar gələsiniz bizim üstümüzə artıq davaya, belə deyək də. Belə bir nüanslar doğrudan da çox danışırsan xəstə ilə və xəstəyə çox başa salırsan. Yəni, normalda, əlbəttə ki, mən öz işimdən heç vaxt imtina eləmək istəmərəm. Bizim işimiz, yəni biz bu yolu keçmişik ki, bu işi işləyək. Əgər həkim ki, sizə deyirsə ki, bu müayinə, bu orqan üçün alternativ deyil, yəni normal deyil, deməli bildiyi bir şeylər var. Yəni mütləq siz birinci təyinatına uyğun həkim yanına getməlisiniz.